Hər gün balıq yesəm belə balıqdan doymaram. Yəni balığa qarşı sevgim mənim o qədərdir. Balığın bizlər üçün olan xeyrini saymaqla bitməz, bunu hamımız bilirik. Və bu gün də işdən gələn kimi dedim ki, ən sevdiyim yeməklərdən birini hazırlayım və sizlərlə paylaşım. Bunun üçün hazır yuyub doğranmış balıqları tavaya əlavə edirəm. Üzərinə kartof, soğan, pomidor və biber əlavə edirəm. Təbii ki, duz, istiot ağız dadımıza görə əlavə edirik. Əslində üzərinə kərə yağı da əlavə etsəz çox dadlı alınır, amma mən bu dəfə yalnız zeytun yağı əlavə elədim. Mənə görə əgər balıq bişirsə, üzərinə ya limon, ya da ki zirinc əlavə etmək mütləqdir. Bugün mən üzərinə bir ovuc qədər zirinc də əlavə elədim. Hardasa sobada 180-190 dərəcədə 1 saat müddətində bişirdim. Tez, asan və mənim 1 qram belə yormayan xörəyimiz artıq hazırdır. Hamınıza nuş olsun.